Salam hörmətli futbol azərkeşləri, Misli Premyer Liqasının 19-cu turun oyunlarında mübahisəli epizodların təhlili üçün qarşınızdayım. Araz Naxçıvanın oyunçusu cərimə meydanı daxilində rəqibə qarşı badalaq edərək qaydanı pozur. Hakim penalti təyin edir. VAR epizodu yoxlayır və qərarın doğru olduğunu təsdiqləyir. Araz Naxçıvanın oyunçusu rəqiblə top uğrunda mübarizədən sonra yerdə qalır. Hakim Sabahın qapısına penalti təyin edir. VAR epizodu yoxladıqda Sabahın oyunçusunun topu oynadığını və qayda pozuntusunun olmadığını aşkar edir. Hakim epizodu monitorda izlədikdən sonra doğru olaraq penaltini qeydə almır. Baş hakim Karvan Yevlaxın qapısına penalti təyin edir və köməkçi hakim epizoddan öncə oyundan kənar vəziyyətin olduğunu qeydə alır. VAR epizodu yoxladıqda oyundan kənar vəziyyətdən əvvəl Karvan Yevlaxın oyunçusunun əllə oynadığını aşkar edir. Bu səbəbdən epizodu izləmək üçün hakim monitora dəvət olunur. Hakim epizodu izlədikdən sonra doğru olaraq penalti təyin edir. Turantovuzun oyunçusu rəqibə qarşı qaydanı pozur. Hakim onu sarı vərəqə ilə cəzalandırır. VAR mümkün qırmızı vərəqəyə görə epizodu yoxlayır və qayda pozuntusunda gücün olmadığını müəyyənləşdirir. Ayağın yığılmış formada olduğuna görə hakimin meydandakı qərarının doğru olduğunu təsdiq edir. Qarabağın oyunçusu rəqibə qarşı düşüncəsiz tərzdə qaydanı pozur. Hakim qayda pozuntusu qeydə alır. Oyunçunu mümkün sarı vərəqə ilə cəzalandırmır. İkinci sarı vərəqə VAR protokoluna aid olmadığına görə VAR epizoda müdaxilə etmir. Hakimlər Komitəsi bu qayda pozuntusunda oyunçunun ikinci sarı vərəqə ilə cəzalandırılmalı olduğunu təsdiq edir. Meydanın mərkəzi yaxınlığında top Qəbələnin oyunçusunun əlinə dəyir. Əlin vəziyyəti təbii olduğundan və top qısa məsafədən dəydiyindən hakim doğru olaraq oyunu davam etdirir. Bu hücumun sonluğunda Neftçinin oyunçusu rəqibə qarşı düşüncəsiz tərzdə qaydanı pozur. Hakim dərhal oyunçunun sarı vərəqəsi olduğundan ikinci sarı vərəqə və qırmızı vərəqə ilə onu meydandan kənarlaşdırır. Hakimlər Komitəsi bu epizodda qərarın doğru olduğunu təsdiq edir.